Bugünkü mövzumuz Qacarın, Ağaməhəmməd xan Qacarın Azərbaycana yürüşləri olacaq. Birinci və ikinci yürüşü barədə video izahımız olacaq. Gəlin öncə başlayaq Qacarlar dövlətindən məlumat verək. Qacarlar dövləti 1796-cı ildən 1925-ci ilə kimi mövcud olmuşdu. Qacarlar bildiyimiz kimi Bayat sülaləsinə mənsub idilər. Bayatlar Monqol yürüşü zamanı, yəni Qacarlar Monqol yürüşü zamanı Şərqi Anadolu və Suriyada məskunlaşmışdılar. Ağqoyunluların dövründə isə 14-cü əsrdə Diyarbəkirdə, Uzun Həsənin dövründə isə Gəncə, Bərdə, İrəvan ərazisində məskunlaşmışdılar. Səfəvilərin dövründə isə şiəliyi qəbul etmişdilər. Həmçinin Qara Pirbəy Qacar Əlvənd Mirzənin məğlub edilməsində də iştirak etmişdi. Həmçinin Gəncədə Ziyadoğullar Qarabağ bəylərbəyliyinin irsi hakimləri idilər. Birinci Abbas Hüseyn xan Qacarı Astrabada hakim təyin etmişdi və burada onlar sonradan bir-biri ilə düşmən olan iki Qovanlı və Dəvəli parçalanmışdı, tayfalarına parçalanmışdı. Məhəmməd Həsən xanın dövründə isə, Məhəmməd Həsən xan Qacarın dövründə 18-ci əsrin 50-ci illərində o Gilan, Qəzvin, İsfahan və Cənubi Azərbaycanın bir hissəsini tabe edir. Lakin 1759-cu ildə sui-qəsd nəticəsində öldürülür. Ondan sonra hakimiyyətə oğlu Ağaməhəmməd xan Qacar gəlir ki, daha doğrusu o Ağaməhəmməd xan Qacar 1759-1779-cu ildə Kərim xan Zəndin əsiri olur. Kərim xan Zənd 1779-cu ildə öldükdən sonra isə Astrabada gəlir və Qovanlı və Dəvəlləri belə deyək də özünə birləşdirir, tabe edir və 1785-86-cı illərdə Mazandaran, Astara, Gilan, Tehran, Qum, Kaşan, İsfahan və Xorasanı tabe edir. Tehranı isə iqamətgah seçir. Daha sonra isə Sərab, Xoy, Urmiya tabe edilir. 1790-cı ildə isə Təbriz Darüsəldənən seçir. Daha sonra o Azərbaycanın şimalına yürüş etməmişdən əvvəl Osmanlı ilə yaxınlaşır. Yəni 1783-cü ildə Gürcülər Rusiyanın tabeliyinə keçdikdən sonra o Osmanlı ilə yaxınlaşır. Həmçinin bildiyimiz kimi İngiltərə və Fransada Rusiyanın buranı tutmasını istəmirdi. Buna görə də Qacarlara belə deyək, əlaqə qurmağa çalışırdı. Ağaməhəmməd xan Qacarın birinci yürüşü zamanı ilk öncə belə deyək, diplomatik yola əl atır. Gəncə, Şəki və Quba bu belə deyək də müsbət münasibət göstərir. Ancaq Qacara qarşı ittifaq quran xanlıqlar var idi ki, Qarabağ, Lənkəran, İrəvan və Gürcülər Ağaməhəmməd xana qarşı ittifaq qurmuşdular. Onun yürüşü üç istiqamətdə idi. Hər iki yürüşün əsas hədəfi Qarabağ idi. Birinci yürüş zamanı onun yürüşünün dayandırma məqsədi ilə Xudafərin körpüsü dağıdılmışdı. Birinci yürüş zamanı Ağaməhəmməd xan Naxçıvanı tuta bilmir, ancaq İrəvanı tutur. Şuşanı 33 gün mühasirədə saxlayır, lakin bir şey əldə edə bilmir. Ona görə Tiflisə yürüş edir. Tiflisə yürüş zamanı Gəncə də iştirak etmişdi və bütün Gürcüstan tabe edilir. İrəvan, Dərbənd, Bakı itaət altına alınır. Şamaxını isə tutur, amma Şamaxı xanı itaət etmir. Mustafa xan Tit dağına sığınır. Bundan sonra isə Xorasanda Nadir şahın nəvəsinin qiyam xəbərindən sonra o Azərbaycanı tərk edir. Daha sonra Ağaməhəmməd xanın birinci yürüşü ilə ikinci yürüşün arasında 2-ci Yekaterina əmri ilə Zubov yürüş edir Azərbaycana və Dərbənd, Bakı, Quba, Gəncəni tutur. Müqavimət göstərən şəhərlər var idi ki, onlar Şamaxı və Quba idi. Ancaq 2-ci Yekaterinanın ölümü Zubov buranı tərk edib gedir. Yəni bütün planlar alt-üst edir və Zubov buranı tərk edir. Daha sonra Ağaməhəmməd xan Qacarın ikinci yürüşü. Ağaməhəmməd xan 1796-cı ilin martında şah titulunu qəbul edir və əsas hədəfi yenə də Qarabağ idi. Bu zamanda Xudafərin körpüsü dağıdılır. Onun yürüşünü belə deyək də ləngitmək üçün Xudafərin körpüsü dağıdılır. Naxçıvan və Lənkəran itaətə gətirilir. Ancaq Naxçıvan xanını həbs etdirir. Şamaxı, Şəki, Bakı, Quba, Gəncə
tabe edilir. Ancaq Bakı və Gəncə xanlarını həbs edir, çünki ruslara qarşı müqavimət göstərmədikləri üçün. Şamaxını və Şuşanı qarət etmir. 1797-ci ildə isə sui-qəsd nəticəsində öldürülür. Ondan sonra hakimiyyətə də Fətəli Şah gələcək ki, 1797-1834-cü illərdə hakimiyyətdə olmuşdu. Belə Ağa Məhəmməd Qacarın 1-ci və 2-ci yürüşü ilə bağlı əsas vacib məqamları qeyd etdim.